Bəli uşaqlar, salam. Deməli, hər birinizi salamlayıram. Bu gün də növbəti onlayn sınağımızın izahına baxırıq. 11-ci siniflər üçün olan onlayn sınağımız. Deməli, birinci sual belə başlayır. 19-cu əsrin birinci yarısında yaradılmış müsəlman əyalətləri rəisliyinin mərkəzi şəhərini xəritədə müəyyən edin. Deməli, hər biriniz bilirsiniz ki, müsəlman əyalətləri rəisliyi 1828-dən 40-a qədər mövcud olmuşdu və ora Qarabağ, eyni zamanda Qarabağ görürsünüz, həm Lənkəran daxildir, Şirvan daxildir, Şəki daxildir, amma mərkəzi Şuşa şəhəridir. Ona görə də burada mərkəzi soruşulur, baxırsınızsa, deməli cavab 3-dür. Müsəlman əyalətləri rəisliyi mərkəzi Şuşadır, A variantı. Növbəti sual, Tunc dövründən fərqli olaraq Neolit dövründə, deməli uşaqlar, insanların oturaq həyatda yaşaması hər ikisində var. Neolit dövrünə keçid olur, Tunc dövründə də elə oturaq həyatda yaşayırlar. A variantı ona görə fərq deyil. Toxuculuğun inkişaf etməsi Neolitdə yaradılıb, Tuncda inkişaf edə bilər. Ona görə fərq deyil. Sonra Tunc dövründən fərqli olaraq Neolit dövrünü soruşur burada. Saxsı qablar hazırlanırdı, Neolitdən başlayıb Tuncda da olurdu. Ana xaqanlığı hökm sürürdü, düzdür. Çünki Tunc dövrünün ata xaqanlığı dövrüdür. Neolit dövründə isə ana xaqanlığıdır. Y variantı isə metaldan geniş istifadə olunurdu. Bilirsiniz ki, heç Neolit dövründə metal yoxdur. Eneolitdən başlayıb, ona görə cavabımız D variantı olur. Üçüncü sual, Euler-Venn diaqramında uyğun bəndləri deyil, müəyyən edin. Bax, uşaqlar, bir mannadır, görürsünüz, 2 Atropatena və Albaniyanın üçlü Venn diaqramıdır. Romaya qarşı mübarizədə Parfiya ilə müttəfiq olması Atropatenadır. 2-yə A variantı gedir. Bax, B-də var bu bir dənə. Eyni zamanda Eraslan türk tayfalarının yaşaması ortaq cəhətdir. Çünki bu üç dövlət də türkdür və Eraslan türk tayfaları mövcuddur. Xristianlığın dövlət dini elan edilməsi Albaniyadır. Çünki 313-cü ildə Urunayır xristianlıq haqqında qərar qəbul edir. Quldarlıq münasibətləri mövcud olması, zaten bunların üçü də qədim və quldar dövlətdir. Ona görə ortağa gedir. Urartuya qarşı mübarizə aparması isə Mannaya aiddir. Bu isə deməli 1-ə gedir. Doğru cavabımız B variantıdır. Növbəti sual. Osmanlı hökmdarı 2-ci Mehmedin hakimiyyəti dövrü üçün səciyyəvidir. 2-ci Mehmed 15-ci əsrdə hakimiyyətdə olub. 1451-81-ci illərə təsadüf edir dövrü. Bolqaristan və Serbiyanı asılı salan 1-ci Muraddır. 14-cü əsr səhv cümlədir. Doğrusu səhv cümlədir. Bunu çıxartmaq lazımdır buradan. Bir dəqiqə. Qanunlar toplusunun qəbul edilməsi 2-ci Mehmeddə var. Çünki o 1476-da qanunnamə hazırlamışdır. 2 doğru cavabdır, 1 yanlışdır. Qara Yusif ilə Dostoyevski saxlanması səhvdir. Çünki Qara Yusif 1420-yə qədər hakimiyyətdə olub. O zaman Dostoyevski saxladığı 1-ci Bəyazid Osmanlı tarixində. 15-ci əsrin 2-ci yarısında hakimiyyətdə olması doğrudur. Dediyimiz kimi 51-81 hakimiyyət illəri 15-ci əsr. Trabzon tutulması da doğrudur. 1461-ci ildə Trabzon imperatorluğunun varlığına son qoyur. Doğru cavabımız 2, 4 və 5-dir. 5-ci sual. Deməli, Amerika prezidentləri Calvin Coolidge, Herbert Hoover, Franklin Roosevelt. Hamısı bilirsiniz ki, 20-ci əsrdə hakimiyyətdə olmuş prezidentlərdir. Burada baxsaq, deməli, deyir hakimiyyətləri dövrünə aid deyil. Baxın, birtərəfli haqqında qanun aiddir 1935-ci il Franklin Rooseveltə. Cənub və Şərq Avropada mühacirətin məhdudlaşdırılması bu Calvin Coolidge'dir, mühacirət qanunları. Böyük böhranın başlanması Herbert Hoover'dir. Sosial təminat haqqında qanun yenə Franklin Roosevelt'dir. 32-dən 45-ə kimi hakimiyyətdə olub. Cavab Y variantıdır. Çünki dövlətin 1-ci Dünya müharibəsinə qoşulması 1917-ci ildir. Onda isə hakimiyyətdə Woodrow Wilson idi. Ona görə cavab Y qalır. Növbəti sual. Deməli, 17-ci əsrin 2-ci yarısında Volqa-Xəzər ticarət yolunun canlanması nəticəsində A variantı Böyük İpək yolu öz əhəmiyyətini itirdi, yanlışdır. Çünki Böyük İpək yolu 16-cı əsrdə coğrafi kəşfləri dövründə öz əhəmiyyətini itirmişdi və bundan sonra Volqa-Xəzər yolu canlanmışdı. Xəzər dənizi Rusiyanın daxil dənizinə çevrilib 19-cu əsr, yanlış cümlədir. O da bilirsiniz ki, Gürcistan müqaviləsi və Türkmənistan müqaviləsidir. Rusiyanın şərq ölkələrinə iqtisadi ekspansiyasına şərait yarandı, düzdür. Cavab C variantıdır.
Azərbaycan ipəyinin qabaqcıl Avropa ölkələrinə ixracı azaldı yox, əksinə bu yolla artdı. Hindistan ticarətə qədər zəiflədi yox, inkişaf etdi. Cavabımız C-dir. 7-ci sual memarlıq abidəsidir. İntibah dövrünü soruşur. İntibah dövrü 11-12 və yaxud 9-12-ci əsrdir. Şirvan Abşeron, Qız qalası düzdür. Deməli 12-ci əsr Bakıda yerləşir. Biri A-dır. Şirvanşahlar sarayı 15-ci əsr səhvdir. Gürcüstan türbəsi 14-cü əsr səhvdir. Boğurt qalası düzdür. 12-ci əsr 1A ilə D variantı. Naxçıvanda Darülmülk var. 12-ci əsr düzdür. Yusif Museyev türbəsi var, düzdür. Bəz qalası Cənubi Azərbaycanda da səhvdir. Gürcüstan qalası da ki, bilirsiniz ki, Naxçıvanda deyil. Ona görə cavabımız olur B variantı. Bəli. Deməli, burada ardıcılıq soruşulur uşaqlar. Səfəvilər dövlətinin ərazisi Çuxurşəhər Bəylərbəyliyin tərkibində olmuşdur. Səfəvlərin dövründə ərazisidir. Biz sizə Çuxurşəhər Bəylərbəyliyi 17-ci əsrdə meydana gəlib, ərazisinə Naxçıvan və İrəvan daxildir. Yəni, buradan tutmaq olar ki, Naxçıvan və İrəvandan danışılır. 3-ni biz tapacağıq variantlar. 3-də deyir ki, Azərbaycanın şimalında Rusiya tərəfindən işğal edilən sonuncu xanlıq idi. Yenə də Naxçıvan və İrəvandan söhbət gedir. Ən sonuncu da İrəvandır. A variantı Rus qoşunlarına müqavimət göstərmədən təslim olmuşdur. Bu qətiyyən ola bilməz. İrəvan xanlığı müqavimət göstərmişdir. Özü çox ciddi müqavimət olmuşdur. Rus işğalından sonra Əyalət Şurası, bu da Qubadadır, yanlışdır. Müqavilə bağlayaraq Rusiya himayəsinə keçən biri sizə 1805-də olmuşdu. O da Kürəkçay müqaviləsi, Qarabağdır, Şəkidir və sonra Şamaxıda ona oxşar bir müqavilə. Sonra ciddi müqavimət göstərdiyi üçün Bakı xanlığı ilə birlikdə ləğv olmuşdur. Dərbənddə 1806. Rus işğalı ərəfəsində Qacarlar dövlətinin hakimiyyəti altındaydı, düzdür. Çünki Gürcüstan müqaviləsi Naxçıvan və İrəvanı Qacarların himayəsində saxladı. Düz 1827-ci ilə qədər. Doğru cavab Y bəndidir. Deməli, 9-cu sual. Osmanlı dövləti Bolqaristanla müharibə edərək Ədirəni geri aldı. Buxarest sülhü ilə başa çatan müharibə Bolqaristan məğlub oldu. Burada aydın olur ki, söhbət 2-ci Balkan müharibəsindən gedir. 1913-cü il. Cavabımız C bəndidir. Qalan müharibələri yəqin bilirsiniz. Şimal müharibəsi 1700-1721 Rusiya ilə İsveç arasında. 1-ci Balkan 1912-13, bu isə Osmanlı ilə Balkan ittifaqları arasında. Trablis 11-12-ci əsr 1911-12 İtaliya ilə Osmanlıdır. Krım müharibəsi 53-56-cı il 19-cu əsrdir. Osmanlı və Rusiya arasındadır. 10-cu sual. Deyir, səbəb nəticəni düzün. Kürşad üsyanının baş verməsi 639, ikinci Gök dövlətin yaranması 682, düşmür yəni üst-üstə. Ona görə yanlışdır. Muğan xaqanın yürüşləri Çinin tabe edilməsi düzdür. Birinci Göytürk. Axun dövləti ilə mübarizə, Sasani dövlətinin süqut etməsi. Axun dövləti ilə mübarizədə Sasani dövləti süqut etmir. Çünki Sasani dövləti 567-ci ildə Göytürklərlə birləşir, Axunları parçalayır. Sonra 7-ci əsrin 80-ci illərin azadlıq müharibəsi Göytürklərin Çin əsarətindən azad olması düzdür. 682, cavabımız 2 və 4 elə A variantıdır. 5 ona görə səhvdir uşaqlar. Ağsuvar xanın Sasanilər üzərinə hücumu, Sasani şahın Xosrovu tabe etməsi səhvdir. Çünki Xosrov 531-579 6-cı əsrdə hakimiyyətdə olub. Amma Ağsuvar 5-ci əsrdə yaşayıb. Sonra 11-ci sual. 20-ci əsrin ilk rübündə Şimali Azərbaycanın siyasi həyatında siyasi partiya və təşkilatın yaradılması düzdür. 1903-də ilk siyasi təşkilatdır, 5-də isə partiyadır. Milli oyanış dövrünün birinci mərhələsinin başlanması 1875-dir, yəqin bilirsiniz, 1904-ə qədər. Ziyalıların Ümumrusiya müsəlmanları qurultayına fəal iştirak etməsi düzdür, 1905-6-cı il. Rusiya müsəlman xalqlarının azadlıq hərəkatı mərkəzinin çevrilməsi də düzdür. Bakı şəhər dumasının yaradılması isə 19-cu əsrdə səhvdir. Cavabımız 1, 3 və 4-dür. Sonra baxırıq xəritəyə. Deyir, 11-ci əsrin 30-cu illərində ərazisində Oğuz türkləri məskunlaşmışdı. Aydın oldu ki, Şəddadidir. Səlcuq Sultanı Məlikşahın dövründə dövlətçiliyinə son qoymuşdur. 1088-ci il yenə Şəddadidir. Həmin dövlətin paytaxtını soruşur. Paytaxtı da Gəncədir. Gəncə isə burada bir şəhəri, birdir. Ona görə doğru cavabımız B variantıdır. Şəddadilərin paytaxtı. 13-cü sual. Qədim Hindistandan qədim Çinə aid ortaq cəhətdir. Eradan və 2-ci əsrdə ayrı-ayrı dövlətlərə parçalanan bu Hindistandır 180-ci il Mauryadan sonra. Ölkənin şimal hissəsini Böyük Hun dövlətinə birləşdirməsi Çindir. Pinçen döyüşü. Xarici hücumlara qarşı mübarizə aparılması, bu isə hər iki dövlətə aid ortaq cəhət C-dir.
İkinci minillikdən etibarən dəmir emalı 12-ci əsrdən söhbət gedir. Hindistandır. Heroqlif yazısı isə Çində olub. Ona görə cavabımız C bəndi qalır. 14-cü sual. 19-cu əsrin ikinci yarısında Şimali və Cənubi Azərbaycanda ortaq cəhət soruşulur. Milli oyanışın başlanması, milli hökumətin yaranması. Baxın uşaqlar, milli hökumət Cənubi Azərbaycanda ilk dəfə 1920-də yaradılıb, Şeyx Məhəmməd Xiyabani. Şimalda isə 1918-də yaradılıb, bilirsiniz ki, Azərbaycan Xalq Cümhuriyyətinin birinci hökumət kabineti. Rusiyanın xammal bazası və satış bazarı olması doğru cavabdır. 19-cu əsrdə həm Şimal, həm Cənub Rusiyanın xammal bazası idi, amma bilirsiniz ki, Cənubi Azərbaycanda Qacarlar hakimiyyətdə idi. Müharibə edən dövlətlərin döyüş meydanı səhv cümlədir. Osmanlı və İngilis ordularının işğal altındaydı, yanlışdır. Neft söhbəti də şimaldadır, ona görə cavabımız elə təkcə B qalır. 5-ci sual. Azərbaycanın 21-ci əsri soruşulur. Cavab iri neft və qaz ixracatçısı olmaqsıdır. Çünki bilirsiniz də Tanap layihəsidir, eyni zamanda başlayıb Ceyhandır, Ərzurum qaz kəməridir. Bunlar hamısı 21-ci əsrdir. Bazar iqtisadiyyatından keçməsi 19-cu əsr uşaqlar, 90-cı illər. Dövlət torpaqlarının özəlləşdirməsinə başlanması 96-cı ildir, torpaq islahatı. Neft strategiyasının əsasının qoyulması 94 əsrin müqaviləsi, ilk demokratik qanunverici orqanda 95 parlamentdir. Ona görə cavabımız olur A variantı. 16-cı sual. Azərbaycan Xalq Cümhuriyyətinin 3 və 4-cü hökumətlərinə aid ortaq cəhət soruşulur. İnanıram ki, siz bütün hökumətlərin tarixlərini bilirsiniz və baxırsınız variantlara. Deməli uşaqlar, Xəzər donanmasının yaradılması 1919-cu il avqust ayı. Bu düşür 4-cüyə, ortaq deyil. Həm də ortaq soruşur da, yəni donanma bir dəfə yaradılacaq. Gürcüstanla hərbi müdafiə sazişi 19-cu ilin iyun ayı, bu da 4-ə düşür. 3 aidiyyəti yoxdur yəni. Qarabağda separatizm siyasətinə qarşı mübarizə aparılması doğrudur. Elə bütün hökumətin dövründə erməni işğalına qarşı mübarizə var. Ona görə cavab C-dir. Sonra baxırıq Bakının erməni bolşevik işğalından azad edilməsi uğrunda mübarizə aparılması 2-ci hökumətin dövrünə bitir. Çünki 1918-ci ilin sentyabrın 15-də Bakı azad olunur. Naxçıvan general qubernatorluğu da 19-da yaradılır. O da 3-ə düşür. 4-ə aid deyil. Cavab C bəndi olur. 17-ci sual xəritədir. 16-cı əsrdə katolik ağalığı hökm sürən Almaniyadır. Yəqin bilirsiniz. Çünki reformasiyada Almaniyada olmuşdur. Almaniya burada 4-dür. Digər Avropa dövlətlərinə nisbətən siyasi dağınıqlıq dövrü mövcud idi. Bəli. Bax, bu İngiltərədir. Bu bilirsiniz ki, 5 Fransadır, 3 İspaniyadır. Bunlara nisbətən Almaniyada siyasi dağınıqlığı idi. Və 2 isə Türkiyədir. Və eyni zamanda reformasiya burada başlanmışdı. Buralarda da olub, amma burada başlayıb. Ona görə cavabımız olur D variantı. Sasani imperiyası və Ərəb xilafətinin Albaniyada həyata keçirdiyi siyasət. İslam dini uşaqlar Sasani deyil, səhvdir, çünki ərəb gətirib. Bir müddət yerli hökmdar idarəçisinin saxlanılması düzdür. Çünki həm ərəblərin dövründə də saxlanıldı bir müddət, məsələn Mehranilər. Sasanilər də saxlanıldı, çünki Arşakilər hakimiyyətdə idi. Xristian əhalinin vergilərdən azad olması səhv cümlədir, çünki vergi ödəyirdilər. Ateşpərəstlik geniş yayılması bu ərəblərə aid deyil. Xidmət edənlərə də xostaq səhvdir, çünki xostaq Sasanidə var, ərəbdə yoxdur. Ərəbdə iqta idi, şərt torpaq. Cavabımız B olur. 19-cu sual. Elxani hökmdarı Qazan xanın islahatlarının məqsədinə aid deyil. Bax, oturaq feodallar din xadimləri öz tərəfinə çəkmək düzdür. Dövlət gəlirlərinin xəzinəyə daimaqını təmin etsin, mərkəzi hakimiyyəti möhkəmləndirsin, ölkədə hökm sürən qanunsuzluqlara son qoysun, hamısı aid olan cümlədir. Amma yerli feodalların, köçəri Monqol əyanlarından asıllığını gücləndirmək səhvdir. Çünki bu Hülaki xana aiddir. Qazan xan yerli feodallara arxalanmışdır. 20-ci sual. 6-cı əsr Afinadır. Kəndlərin borcdan ləğv olunması 594 düzdür. Xalq tribunu 5-ci əsr özdə Romadadır. Quldarlıq demokratiyasının çiçəklənməsi 5-ci əsr Afinada olub, Periklın dövründə səhv cümlədir. Yəni 6-cı əsrə təsadüf etmir. Afinanın azad kişi sakinləri vətəndaş hüququ aldılar, düzdür. 594 Solon islahatı strateq vəzifəsi yarandı, o da düzdür 6-cı əsr. Cavabımız 1, 4 və 5-dir. Uşaqlar, böyük Moğol hökmdarı Əkbər Şahın xarici siyasətinə aiddir deyir. Ümumiyyətlə bizsə Əkbər Şah 1556-da gəlib 1605-ə qədər hakimiyyətdə olub. Ölkə ərazisini genişləndirərək hakimiyyətin bütün insana yaydı səhvdir. Çünki Əkbər bütün insan tabi edə bilməyib, onun varisləri edib.
Şah İsmayıl'a dostluq əlaqəsi yaradılması səhvdir. Çünki Şah İsmayıl 1524-də vəfat edib, Əkbərin hakimiyyəti 56-da başlayıb. Müasir Əfqanistan bir hissəsinin tutması Əkbər şahda var. Cagirdarlara daimi torpaq təmin etməsi yanlışdır. Ümumiyyətlə xarici siyasət deyil. Osmanlılarla diplomatik əlaqənin saxlanılması da ki düzdür. Osmanlı ilə Səfəvilərlə diplomatik əlaqəsi olmuşdur. 22-ci sual. Oğuz Səlcuq türklərinin Azərbaycan torpaqlarına axınları nəticəsində iqta başda torpağa çevrildi 11-12-ci əsr düzdür. Bizansın Qafqazda möhkəmlənmə cəhdinin qarşısı alındı düzdür. Şirvanşahların varlanan son qoyulduğu 1538 Səfəvilər səhvdir. Şəddadilər və Rəvvadilər müstəqil qorub saxladı səhvdir çünki süqut etdilər hər ikisi, yəqin bilirsiniz. Sonra xronji arıcılıq soruşulur. Bax, Milli Azmın qərargahı 1962-dir. Azərbaycan SSR-nin 2-ci konstitusiyasına, yəni 37-ci il konstitusiyasına dövlət dilinin Azərbaycan dili olması haqqında yeni maddənin əlavə olunması 1956-dır. Heydər Əliyevin SSR Nazirlər Sovetinin sədrinin birinci müavində 1982-dədir. Deməli uşaqlar 1.62, 2.56, 3.82. Cavabımız olacaq 2, 1, 3. Yazarsınız özünüz bura bunu. Sonra 24-ə baxırıq. Deyir, uyğunluq gözlənilmişdir. Amerikada, ABŞ-də istiqlət müharibəsinin taleyini həll etdi. Saratoga döyüşü səhvdir. Çünki Saratoga döyüşü 77-dir, Yorktown 81-dir. Yorktown həll etmişdi döyüşün taleyini. Şimal İttifaqı təşkil edilmişdi Osmanlı dövlətinə qarşı səhvdir. 1700-cü ildə İsveçə qarşı. Amerikanın ilk prezidenti seçilmişdi Thomas Jefferson səhvdir. Thomas Jefferson 1801-dən 9-a qədərdir. İlk prezident 1789-da George Washington olub. Stuartlar sülaləsinin hakimiyyəti dövründə əsası qoyulmuşdur Anglikan kilsəsinin səhvdir. Anglikan kilsəsi 16-cı əsrdədir. Stuartlar sülaləsi 17-ci əsrdə gəlib hakimiyyətə 1603-cü il. Qazan və Həşdərxan xanlıqlarını işğal etmişdi Moskva knyazlığı düzdür. 1556, 1500 deməli 52. Qazan 52, Həşdərxan 56, cavab Y bəndidir. Sonra deyir cədvəldəki hansıların yerini dəyişsək, xronji düz olar. Əmir Teymurun Azərbaycan ilk yürüyüşü başlayıb 1386, yəqin bilirsiniz. Şah İsmayılın Xorasana keçirməsi 1510, Şəməsi döyüşünün baş verməsi 1494, Əpər sazişinin imzalanması 1500, Trabzonun Osmanlı tərəfindən tutulması isə 1461-dir. Məncə burada 2 ilə 5-i dəyişsək, məsələn 2 gələcək 5-in yerinə, sonra 5 də 2-in yerinə. Olacaq belə, Əmir Teymurun Azərbaycan ilk yürüşləri 1386, sonra deməli Trabzonun tutulması 1461, Şəməsi 1494, Əpər 1500, Şah İsmayıl sonra Xorasan tutması 1510, cavab A bəndi olacaq. 1846-cı il yeni inzibati bölgü barədə fərman. O biz sizə uşaqlar dekabrında olmuşdu. Gürcüstan Emirati quberniyası ləğv olundu. Əvəzinə Tiflis, Kutayiz, Dərbənd, Şamaxı quberniyası yaradıldı. Baxın A bəndi deyir ki, Bakıda məhdud formada şəhər özünü idarə orqanı yaradıldı. Bu 70-ci illərdir. Cənubi Qafqaz əyalət, dairə, distansiyalara bölündü. Bu xanlıqların dərhal ləğvi ilə olub. Naxçıvan, İrəvan torpaqlarından ibarət erməni vilayəti 28-də yaradılıb. Xəzər vilayəti, Gürcüstan Emirati quberniyası ləğv edildi, düzdür, cavab D-dir. Şamaxı quberniyasının mərkəzinin Bakıya köçürülməsi də Şamaxıdakı zəlzələyə görədir, 1859-cu ildəki inzibati bölgüdür. Ona görə cavab D bəndi qalır. Roma Respublikasının ilk dövrlərində demokratiyanın inkişafına mane olan amillərdəndir, deyir. Baxın uşaqlar, Respublika bizdə 509-da yaradılıb 27-yə qədər. Xalq tribunlarının senatın göstərişini ləğv etmək hüququna sahib olması yanlış fikirdir. Torpaqların kolonlara icarə verilməsi də imperiya dövründədir, yanlış fikirdir. Pleybeylərin orada xidmət göstərməsi bu da göstərirdi, yəni bu inkişafa mane deyil. Ölkənin qərb və şərqə parçalanması 395-dir, bu da imperiyadır. Vəzifələrə yalnız patrislərin seçilə bilmələri düzdür, ona görə elə cavabımız Y-dir. Sonra 28-ci sual. 10-cu əsrin 2-ci 10 illiyində, deməli 2-ci 10 illik deyəndə 910 neçənci illər nəzərdə tutulur. Xilafət qoşunlarının Azərbaycana hücumlar etməkdə məqsədi nədir? Əbusal ibn Divdadı illik xərac ödəməyə məcbur etmək xeyr. Biz sizlərə deməli Əbusal ibn Divdad 9-cu əsrdə hakimiyyətdə olub. Bəli, o Yusifə görə olub əslində hücum. Bərdə şəhərini Slavyanların talanlarından xilas etmək 944-dür. O
Ücə gedir 5-ci 10 illik. Xürrəmlər hərəkətini yatırmaq ümumiyyətlə səhvdir. Xürrəmlər 9-cu əsrdə olub, 8-9-cu əsr. Sadəcə hökmdarının müstəqil siyasət yürütməsinin qarşısını almaq düzdür. 9-17-ci ildə ona görə hücum etmişdir və məğlub oldular. Xəzərlərin Azərbaycan hücumlarına son qoymaq o da səhvdir. Çünki zaten Xəzərlər 8-ci əsrdən sonra hücumları sona çatmışdı demək olar ki. 29-cu sual. Qaçaq Nəbinin başçılığı ilə qaçaqçılıq hərəkəti baş verib. Bu 19-cu əsrdə olub. Tiflisdə 1919-cu ildə uşaqlar, bax bunu deyirəm, AXC və Ermənistan tərəfi öz qoşunlarını bölgədən çıxarmaqla bağlı saziş imzaladılar. Düzdür? Tiflis sazişi Zəngəzurla bağlıdır. 21-ci ilin yayında bir hissəsi Sovetləşmiş Ermənistana verilmişdir. Bu da yuxarı Zəngəzurdur, Ermənistana birləşdirilmişdir. Yəqin bilirsiniz. Doğru cavab 4-dür. Yəni cavab D variantıdır. Naxçıvandan bizim aramızda görürsünüz uşaqlar. Sonra səbəb nəticə 30-cu sual deyirik və yekunlaşdırırıq. Deməli uşaqlar, 1-ci İbrahimin Təbrizə daxil olması 1406-dır. Qaraqoyun dövlətinin süqut etməsi səhvdir. Heç o vaxt Qaraqoyun dövləti yox idi. Qızılbaşların Çaldıran döyüşündə məğlub olması 1514-dür. Şeyx Heydər səhvdir. Bu 1488-ci ildə Şahdağ döyüşündə öldürülmüşdür. Uzun Həsənin Osmanlı əleyhinə Venesiya ilə hərbi ittifaqa daxil olması, bu ümumiyyətlə alınmadı bu hərbi ittifaq. Ağqoyun 1472-dədir, amma uğurlu olmadı yəni. Ağqoyunun qoşunlarının Otluqbeli döyüşündə qələbə qazanması, Otluqbeli döyüşü 1473-cü ildir. Bilirsiniz, Ağqoyunun qoşunları orada məğlub olub. Şəki hakimliyinin müstəqil son qoyması 1551. Bütün Azərbaycan torpaqları vahid dövlətin tərkibinə birləşdi, düzdür, Şah Təhmasib 4 doğrudur. Şirvanşahlar dövlətinin əleyhinə üsyan qalması 1382-də var. Kəsranlar Sülaləsinin hakimiyyətini başa çatması doğrudur. Yəni cavabımız olur A variantı 4 və 5. Bəli uşaqlar, bu qədər. Axıra kimi dinlədiyiniz üçün çox sağ olun. İnşallah bütün sınaqları belə dinləyərsiniz, üzərinizdə işləyərsiniz və qəbul nəticəniz yaxşı olacağına heç bir şübhəm yoxdur. Uğurlar, təşəkkürlər.